Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədənli üzrə ekspert Elnay Rəhimov Tambovski. İki təhlükəli insan tipi var və iki təhlükəli insan inancı var. Əslində bu da inanclara bağlıdır. Birinci tip insan inanır ki, əgər başqaları mənim sözümə baxarsa, dediklərimi edərsə, istədiyim kimi düşünərsə, istədiyim kimi hiss edərsə, istədiyim kimi davranarsa, mən okeyəm, özümü əla hiss eləyirəm. Bir digər insan qrupu və inanc inanır ki, başqalarını təmin eləsəm, yaxşı insan olsam, yəni cəmiyyətin qoyduğu qayda qanunlara əsas götürərək, başqalarının ehtiyaclarını ödəsəm, başqalarına görə öz arzularımı, istəklərimi, ehtiyaclarımı təxirə salsam, başqalarının istədiyi kimi hiss etsəm, başqalarının düşündüyü kimi davransam, başqalarının istədiyi kimi düşünsəm, mən yaxşıyam, özümü okey, əla hiss eləyirəm. Bunun da altında təhdid qorxusu, itirmə qorxusu, qəbul görməmə qorxusu, hörmət olunmama, sevilməmə qorxusu yatır. Birincisi, ikincisini hər zaman idarə eləyir. Amma bir şey var ki, birincisi etdirəndir, ikincisi edəndir. Burada etdirən də məmnundur, edən də məmnundur. Lakin heç bir tərəf xoşbəxt deyil. Birincisi, yalnızlaşdığı üçün xoşbəxt deyil, həm də hər zaman onda qorxu var ki, kontrolu əldən itirəcək. İkincisi isə şəxsiyyətsizləşdiyi üçün xoşbəxt deyil. Və hər zaman onda da kontrol var ki, onu utandıracaqlar, onu qəbul etməyəcəklər, onu sevməyəcəklər, onu tərk edəcəklər, ona şiddət göstərəcəklər. Bu bir oyundur və sadomazoxistik münasibətin diktaturanın əsasını təşkil edir. Yəni, hər iki tərəf, istər birinci, istər ikinci tərəf, bir-birindən öz nevrotik ehtiyaclarını ödəmək üçün istifadə edir. Əslində, hər iki tərəf bir-birini istismar edir. Diqqətinizə görə minnətdaram. Sağ olun.